xoş gördük. Hər biriniz növbəti video dərsimizdə biz bugün 3-cü sinif şagirdləri üçün yeni dərsliyə əsasən hazırlanmış KSG 6 Azərbaycan dili 3-cü sinif şagirdləri üçün təbii ki KSG 6 test nümunəsinin izahına baxırıq. Gəlin vaxt itirmədən keçək tapşırıqların izahına. Siz də bu cür videoları səhifəmizdə daha çox görmək istəyirsinizsə nə edirsiniz? Kanala abunə olursunuz. Mürəkkəb cümlələr hansılardır? Hava tutqun idi, amma yağış yağmadı. Günay içəri daxil oldu, əyləşdi. Dostum və mən imtahandan az bal toplamışdıq. Atam kitab oxuyur, anam isə yemək bişirirdi. Deməli dostlar, biz burada nəyə diqqət edirik? Əsas məsələ burada icraçı və hərəkəti düzgün müəyyən etməkdir. Deməli, birinci cümləmiz hava tutqun idi, amma yağış yağmadı. Baxın, biz buradan ammanı götürüb 2 ayrı cümlə kimi düşünə bilərik. Hava tutqun idi, bura bir nöqtə qoy. Yağış yağmadı. Ayrı bir cümlə kimi düşünmək mümkündür. Yəni, bu mürəkkəb cümlədir. İki ayrı fikir ifadə olunmuşdur. Günay içəri daxil oldu, əyləşdi. Kim? Günay. Hər iki işi görən Günaydır. Hər iki işin icraçısı Günaydır. Ona görə bu mürəkkəb cümlə deyil. Dostum və mən imtahandan az bal toplamışdıq. Dostum da, mən də toplamışdıq hərəkəti ilə bağlı bir işi görürük. Yəni, hər ikisi bir hərəkətə bağlıdır. Ona görə də deyirik ki, bu mürəkkəb cümlə deyil. Atam kitab oxuyur, anam isə yemək bişirirdi. Baxın, atam kitab oxuyur, nöqtəni qoy. Anam isə yemək bişirirdi. Ayrı-ayrı cümlələrdə də bir İki fərqli fikir ifadə olunmuşdur. 1 və 4. Cavab B variantı. Hansı cümlədə köməkçi söz yoxdur? Gəlin baxaq görək, hansı cümlədə köməkçi söz yoxdur. Axı, bu mənim kitabım deyil. Anarın sözü dostumun xətrinə dəydi. Əlbəttə tədbirdə mən də iştirak edəcəyəm. Qar yağdı və hər yer ağappaq oldu. Burada axı sözü köməkçi sözdür. Anarın bu sözü onun xətrinə dəydi. Burada yoxdur. Əlbəttə. Baxın, köməkçi sözdür və köməkçi sözdür. Köməkçi söz yoxdur B variantında. Verilənlərdən biri mürəkkəb cümlənin tərkib hissələrini bir-birinə bağlamır və amma çünki bağlayıcıları mürəkkəb cümlənin tərkib hissələrini, yəni cümlələri bir-birinə bağlamağa xidmət edir. Ancaq axı ədəd olduğu üçün o cümlələri bir-birinə bağlamır, yəni bağlayıcı deyil. Davam edək, ardıcıllığı müəyyən edin. Gəlin müəyyən etməyə çalışaq. Bir dəqiqə, sualı biraz daha böyük formada görək. Elgin çox məyus olmuşdu, çünki heç kim onu dinləmirdi. Ola bilər. Məsələn, 4-ü bura qoya bilərəm. İndi baxarıq yenə də əvəzləmə ola bilər. Dostum və mən ikincini bura qoyacağıq. Çox maraqlı vaxt keçirdik. Sevda gecə gündüz oxuyurdu. Ona görə də sinif əlaçısı idi. Saxlayaq. Məsələn, burada. Çünki sinif əlaçısı idi. Ola bilər. Görək, bura ona görə də uyğun gəlir. Elgin çox məyus olmuşdu. Ona görə də heç kim onu dinləmirdi. Demək olmur. Saat artıq biri keçirdi. Onun gözünə hələ də yuxu getmirdi. Saat artıq biri keçirdi. Ancaq onun gözünə hələ də yuxu getmirdi. Baxın, sonda 1 olmalıdır. İndi baxaq. Birinci yerə 4 yoxsa 2. Təbii ki, 2 ola bilməz. Vəni bura qoya bilmərik. İndi baxaq, 4. Elgin çox məyus olmuşdu. 4. Çünki heç kim onu dinləmirdi. Dostum və mən çox maraqlı vaxt keçirdik. Sevda gecə gündüz oxuyurdu. Ona görə də sinif əlaçısı idi. Və yaxud deyilə ki, ona görə sinif əlaçısı oldu. Saat artıq biri keçirdi. Ancaq onun gözünə hələ də yuxu getmirdi. A variantı uyğundur. Hansı qarşılaşdırma bağlayıcı deyil? Hansı qarşılaşdırma bağlayıcısı deyil? Amma, lakin, ancaq, çünki. Amma, lakin, ancaq qarşılaşdırma bağlayıcıdır. Çünki isə səbəb bağlayıcısıdır. Hansı bağlayıcısı deyil? Bağlayıcı deyil. Təbii ki, belə soruşur. Bağlayıcı deyil. İlə, çünki, axı, fəqət. Axı sözü uşaqlar, dostlar. Bağlayıcı deyil. Çünki ilə fəqət bağlayıcıdır. Axı sözü bağlayıcı deyil. Ədaddır. Sualdadır. Davam edək. Hansı cümlədə və bağlayıcı cümlələr arasında deyil, sözlər arasında işlənib? Yay gəldi və tətil başladı. Burada cümlələr var. Yay gəldi, tətil başladı. Yəni, burada cümlələr arasında işlənib.
Dostum qarmon çalır və uşaqlar rəqs edirlər. Dostum qarmon çalır, uşaqlar rəqs edirlər. Burada da cümlələr var və burada cümlələri bağlayır. Çantada sadəcə qələm və dəftər vardı. Baxın, burada artıq sözlər arasında bağlayıcı funksiyasını yerinə yetirir. Hava tutuldu və yağış yağmağa başladı. Hava tutuldu, yağış yağmağa başladı. Siz bura nöqtə qoyub cümlələri asanlıqla ayıra bilərsiniz. Cavabımız olacaq C variantı. Səbəb ifadə edən bağlayıcı hansı cümlədə işlənmişdir? Ayan ağlayırdı, çünki onun xətrinə dəymişdi. Çünki dostu onun xətrinə dəymişdi. Üzüyü çox axtardım, amma tapa bilmədim. Bu səbəb deyil, qarşılaşdırmadı. Ülvi dərsini bitirdi və birləşdirmədi. Vərəqdə yazılanları təkrar oxudu, lakin heç nə anlamadı, lakin qarşılaşdırmadı. Çünki isə səbəb nəticə bağlayıcıdır. Ayan ağlayırdı, səbəbi də buydu ki, dostu onun xətrinə dəymişdi. Ona görə dostun xətrinə dəyməyək. Baxaq. Və dostlar birləşdirir. Çünki səbəbi ifadə edir, amma qarşılaşdırır. Ona görə ki, səbəbi ifadə edir, ancaq qarşılaşdırır. Deməli, birinci axırıncına bu variantlar getdi. Bura uyğundur, baxın. B variantda getdi, digərlərinə baxaq. Belə, belə, belə. Uyğundur. Cavab A variantı. Vergül işarəsinin səhv işləndiyi cümlə hansıdır? Ana çox sevinirdi, çünki oğlu qələbə qazanmışdı. Arzu xəstələndi, ona görə də gəzməyə getmədi. Qapı açıldı, amma içəri heç kim daxil olmadı. Rauf yuxudan uyandı və səhər idman etdi. Baxın, burada vergül işarəsi düzgün yerində işlənməyib. Çünki vədən əvvəl vergül qoyulmaz. Cavab D variantı. Davam edək, mətnimiz var. Koroğlu 11-ci, 15-ci suallar mətn əsasını cavablandır. 11-15-ci suallar. Koroğlunun atası Alı kişi Səfəvi hökmdarının sarayına nökərçilik edirdi və yaxşı atlar yetişdirirdi. Bir gün o çox gözəl bir tay atı yetişdirir və hökmdara təqdim edir. Hökmdar atı bəyənmir, lakin sonradan həmin atın çox qiymətli olduğunu anlayır və Alı kişini yalan yeri günahlandıraraq cəzalandırır, onun gözlərini çıxartdırır. Bu haqsızlıqdan sonra Alı kişinin oğlu Rövşən intiqam almağa and içir. O Koroğlu adını alır və Çənlibil qalasını seçilərək haqsızlığa qarşı mübarizəyə başlayır. Atasının gözünün qisasını almaq üçün dağa çəkilən Koroğlu Çənlibil adlı əlçatmaz bir qalada məskən salır. Burada o zalımlara qarşı mübarizə aparmaq istəyən igidləri ətrafına yığır. Qısa zamanda onun dəstəsi böyüyür. Ayvəli, Təlxə Mərd, deməli, Qıratlı, Məhəmməd kimi igidlər Koroğlunun silahdaşı olur. Çənlibil yalnız bir sığınacaq deyil, həm də haqsızlığa qarşı savaşanların yuvasına çevrilir. Burada Koroğlu burada həm saz çalır, həm silah qaldırır. Onun ünü yayılır. Adı qorxaq da qorxu, xalqda ümid yaradır. Deməli, onun ünü, onun adı deyir. Adı qorxaq da qorxu, xalqda ümid yaradır. Alı kişi nə işlə məşğul olurdu? Ovçuluqla, qala tikintisi ilə, at yetişdirmə və silah düzəltmişdi. Təbii ki, Alı kişi nə edirdi? At yetişdirməklə məşğul idi. Aşağıdakılardan hansılar Koroğlunun silahdaşlarındandır? Qanlı Məhəmməd, Qoca Əli, Ayvəli, Təlxə Mərd, Qıratlı Məhəmməd. Mətndə öyrəndiklərimiz harada verilmişdi? İstəyirsiniz göstərək. Baxın, bu cümlə idi. Davam edək dostlar. Koroğlu adını nə vaxtdan daşımağa başlayır? Atasını axtarmağa başladıqda, atasının gözünün qisasını almağa and içdikdən sonra, Çənlibilə gələndə saz çalmağa başlayan, təbii ki, atasının gözünün qisasını almağa and içdikdən sonra Koroğlu adını nə vaxtdan daşımağa başlayır? Yəni bundan sonra. Koroğlunun dəstəsinə kimlər daxildir? Sadəcə ailə üzvlər, gənc şairlər, zalımlara qarşı vuruşmaq istəyən igidlər, keçmiş hökmdarlar. Zalımlara qarşı vuruşmaq istəyən igidlər daxil idi. Çənlibil qalasının əsas üstünlüyü nədə idi? Qızıl yataqları ilə zəngin olması, düşmənin bilmədiyi bir yer olması, əlçatmaz müdafiə, əlverişli mövqedə yerləşməsi, hökmdarın oraya hücum etməməsi. Biz burada deyə bilərik ki, Çənlibil yalnız bir sığıncaq deyil, həm də haqsızlığa qarşı savaşanların yuvasına çevrilir. Koroğlu burada həm saz çalır, həm silah qaldırır, onun ünü yayılır. Burada yox idi. Çənlibil haqqında sırf fikir varmı cümlə mətninizdə? Yoxdur. Deyə bilərik ki, dostlar,
Düşmənin əlçatmaz, müdafiə əlverişli mövqedə yerləşməsi Çənli bir qalasının üstünlüyüdür. Yəni hökmdarların ora hücum etməməsi burada real cavaba oxşamır. Məsələn, düşmənin bilmədiyi yer olması, bu da real cavaba oxşamır. Amma əlçatmaz müdafiə Çənli bir qalasını seçirlər, haqsızlığa qarşı mübarizəyə başlayır. Yəni o artıq burada əlçatmaz və müdafiə əlverişli mövqedə yerləşməsi daha uyğun cavabdır. Belə dostlar, bir video dərsimizin daha sonuna gəldik. Siz isə bu cür dərslərin səhifəmizdə daha çox olmasını istəyirsinizsə, kanala abunə olun, videonu bəyənin və dostlarınızla paylaşın. Görüşmək ümidi ilə.